Ad günün mübarek, ad günün mübarek, ad günün mübarek, Dubulbom, ad günün mübarek. Salam, düz ikinci dəfədir ki, bu mahnını sizlər üçün oxuyuruq. Bugün Dubulbomun 2 yaş tamam olur. Düz 2 ildir ki, Dubulbom efirdədir. Düz 2 ildir ki, Dubulbom fəaliyyətdədir. Hazırlaşın, qonaqlarımız gəlir. Verilişin baş sponsoru Nokia'nın Azərbaycandakı distribütoru Mobitel şirkətidir. Bir daha deyirəm ki, ad günümüz mübarək. Bu həm sizin, həm də bizim ad günümüzdür. Düz 2 ildir ki, biz sizinlə birlikdə gülüşün inkişafı üçün böyük əziyyət çəkirik. Gündəlik həyatınızda gülüşü yaddan çıxarmayın. Gülün və güldürün. Dünyanı gülüş xilas edəcək. İndi isə telefonumuza gələn SMS-lərin bir neçəsini sizə oxuyum. Salam, sizin bu nömrəyə MMS göndərməyə lazımdır. Verilişinizin 2 yaşı münasibəti ilə hamınızı təbrik edirəm. Çox sağ olun, elə biz də sizi təbrik edirik. Salam, Space'in yaraşığı Dubulbom. Ad gününüz münasibəti ilə sizi təbrik edir, bol-bol yaradıcılıq uğurları və çoxlu-çoxlu Dubulbomlar arzulayıram. Siz bir nömrəsiz, Nigar. Bəh, əcəb sözlərdir. Adamın ürəyinə yağ kimi yayılır. Dubulbom, sizi ad gününüz münasibəti ilə Mingəçevir şəhəri Turizm Kollecinin tələbələri təbrik edir. Sizə və təhsilinizdə uğurlar və maraqlı yay tətili. Salam əziz Dubulbomçular, axşamınız xeyir. Mən İlqar və pişiyim Qarabulaq xan sizə salam göndəririk və yazdığım kiçik şeir parçasını efirdə səsləndirməyinizi xahiş edirik. Cəmaatı həm güldürür, həm də sevinc bəxş edir. Hər kəsi əyləndirir, həftədə bir Dubulbom. Gülməkdən öldürür, həm də çox ləzzət verir, hamını şənləndirir, sizin veriliş Dubulbom. SMS-lər çoxdur, oxumaqla qutarmaz. Amma biz istəyirik ki, verilişimizin vaxtını daha çox maraqlı sujetlər və bir də sizin gülüşünüzə sərf edəyək. İndi də elektron poçtumuza nəzər salaq. Xatırladım ki, müasir Nokia telefonları ilə siz istənilən vaxt internetə daxil olub öz elektron poçtunuzu yoxlamaqla bərabər həm də müxtəlif əməliyyatlar apara bilərsiniz.